şuur, beyin və bütün bunların arxasında dayanan o sirli, görünməz mexanizm. Gəlin bu dəfəki söhbətimizdə insan zehninin dərinliklərinə baş vuraq. Görək, o necə işləyir, bizi necə idarə edir? Heç olubmu? Qəribə bir yuxu görürsüz. Məsələn, dinozavrlarla dolu bir yuxu və ya durduğu yerə ağzınızdan heç planlamadığınız bir söz çıxır. Yəqin ki, olub. Bəs bunlar hardan gəlir axı? Necə olur ki, beynimiz bəzən elə bil bizə heç qulaq asmır, öz bildiyini edir? Bax, bütün bu qəribəliklərin arxasında əslində şuurumuzun o kiçik, amma dayanmadan işləyən dişliləri var. Hə, o mexanizm heç vaxt yatmır. Sevdiyimiz, nifrət etdiyimiz, bəzən idarə edə bildiyimiz, amma bəzən də heç cür cilovlaya bilmədiyimiz hər şeyin kökündə məhz o dayanır. Yaxşı, bu fərdi, şəxsi təcrübələrimiz əslində daha böyük bir hekayənin, daha böyük bir elmin bir parçasıdır. Gəlin indi məhz bu sualların cavabını axtaran o elm sahəsinə, yəni psixologiyaya baxaq, görək o bizim haqqımızda nə deyir. Müasir dövrdə psixologiyanı belə tərif edirlər: davranış və zehni proseslərin elmi. Yəni, bir vaxtlar ona ruh elmi deyirdilərsə də, indi daha konkret şeylərə baxırıq. Niyə belə davranırıq? Düşüncələrimiz hardan qaynaqlanır? Bax, bizim də başlanğıc nöqtəmiz məhz budur. Düzü, psixologiya bir elm kimi çox da qədim deyil, amma insanı anlamaq cəhdi lap qədimlərə gedib çıxır. Təsəvvür edin, Aristotel düşünürdü ki, şuurumuz ürəyimizdə yerləşir və ya təxminən 2000 il əvvəl Çin hökmdarları işə götürmək üçün bir növ psixoloji imtahanlar keçirirdilər. Yəni, mən kiməm sualı həmişə bizimlə olub. Amma bu fəlsəfi düşüncələr, fərziyyələr bir yerə qədər idi. Nihayət, elə bir an gəldi ki, psixologiya fəlsəfədən ayrılıb, öz laboratoriyası olan, təcrübələr aparan bir elmə çevrildi. Hə, indi gəlin bu işin təməlini qoyan o ilk müasir mütəfəkkirlərlə tanış olaq. Baxın, burada çox maraqlı bir mənzərə yaranır. Psixologiyanın ilk addımlarında iki böyük düşərgə formalaşır. Bir tərəfdə Wilhelm Wundt, o 1879-cu ildə ilk psixologiya laboratoriyasını qurur və sanki bir kimyaki kimi zehnin atomlarını, yəni ən sadə elementlərini tapmağa çalışır. Onun sualı budur: zehin nədən ibarətdir? Digər tərəfdə isə William James var. Darwinin təkamül nəzəriyyəsindən təsirlənən James deyir ki, yox, əsas məsələ zehnin nədən ibarət olması deyil, onun nə işə yaradığıdır. Yəni, biz niyə düşünürük, niyə hiss edirik? Biri nə deyir, o biri niyə? Bütün müasir psixologiya bir növ bu iki sualın ətrafında fırlanır. Və indi gəlib çıxırıq psixologiya tarixinin yəqin ki, ən tanınmış, ən çox müzakirə olunan, hətta bəzən ən çox yanlış anlaşılan simasına. Bir anlıq düşünün, psixologiya deyəndə ağlınıza ilk kim gəlir? Gəlin səmimi olaq. Çox güman ki, ağlınıza eynəkli, saqqallı bir adam gəlir. Yanında da divanda uzanmış bir pasiyent. Bəli, söhbət Sigmund Freuddən gedir. Bəs Freudi bu qədər inqilabçı edən nə idi? Onun əsas ideyası buydu. Biz düşündüyümüz qədər özümüzə nəzarət etmirik. Davranışlarımızın əsas sürücüsü bizim heç fərqində olmadığımız, dərinliklərdə gizlənən şuuraltıdır. Bu, o dövr üçün radikal bir fikir idi və o, təkcə nəzəriyyə irəli sürmədi, həm də bir metod təklif etdi. Psixoanaliz, yəni ruhi problemləri danışaraq, o dərinliklərə enərək sağaltmaq. Onu sevə də bilərsiniz, nifrət də edə bilərsiniz, bir çox fikirləri bugün tənqid olunur. Amma bir fakt var ki, Freud psixologiyanın tarixini, hətta bizim gündəlik həyatda özümüz haqqında düşünmə tərzimizi tamamilə dəyişdirdi və onun mirası, bax, budur. Amma hekayə Freudlə bitmir. Əslində o, sadəcə yeni bir qapı açdı. Ondan sonra psixologiya daha da şaxələndi. Gəlin, Freuddən sonraki dövrə, bugün bildiyimiz o integrativ elmə doğru gedən yola nəzər salaq. Deməli, Wundt və Jameslə başlayan, Freudla davam edən bu hekayəyə yeni qəhrəmanlar qoşulur. Məsələn, behavioristlər Pavlov və Skinner kimi adamlar ortaya çıxıb dedilər ki, şuuraltı filan boş şeydir, biz ancaq gözlə görə bildiyimiz, ölçə bildiyimiz davranışları öyrənməliyik. Onlara cavab olaraq humanist psixoloqlar dedi ki, yox, insan təkcə davranışdan ibarət deyil, onun azad iradəsi, potensialı var. Sonra da kognitiv psixoloqlar gəlib diqqəti yenidən zehnin içinə, yəni yaddaş, düşüncə, problem həll etmə kimi proseslərə yönəltdilər. Gördüyünüz kimi, bir-birinə cavab verən, bir-biri ilə mübahisə edən məktəblər bugünkü psixologiyanı formulaşdırıb. Bəs bütün bu fərqli yanaşmaların nəticəsi nə oldu?
Nəticə odur ki, bugünkü psixologiya bir növ ərinti qazanı kimidir. Yəni, tək bir doğru cavab, tək bir nəzəriyyə yoxdur. Müasir bir psixoloq insanı anlamaq üçün bu yanaşmaların hamısından biraz götürür. Çünki insan davranışı o qədər mürəkkəbdir ki, onu tək bir pəncərədən izah etmək sadəcə mümkün deyil. Harvard astronomu Owen Ginger üçün çox gözəl bir sözü var. Deyir ki, insan beyni kainatda bildiyimiz ən mürəkkəb fiziki obyektdir. Bir anlıq bunun haqqında düşünün. Kainatdakı ən mürəkkəb obyekt və bu möhtəşəm, sirri obyekt hər birimizin başının içindədir. Psixologiyada məhz bu obyekti anlamağa çalışır. Beləliklə, bütün bu hekayə bizi bir fundamental suala gətirib çıxarır. Həqiqətən də düşünmək, hiss etmək, canlı olmaq nə deməkdir? Bax, psixologiyanın bütün səlləri, bütün mübahisələri əslində bu böyük sualın cavabını tapmaq üçündür və bu hələ də davam edən bir axtarışdır.